Gəl. O rayonlardan, bölgələrdən gəlib, yəni həftəni həftəyə birləşdirdik. O həftə də işlədik, bazar günü də işlədik, bu həftə də işləyirik. Bura bir dəfə gələn adam görür ki, nə formada işləyirik. Qaça-qaçla əməliyyata giririk, əməliyyat arasında xəstə baxırıq. Yəni onsuz da fiziki sərhədlərimin çox üstündə işləyirəm mən xəstə sayısı olaraq. Yəni bir hədəfim rayonlardan da bizə daha çox xəstə gəlsin deyə deyil, ay insanlar. Mən rayona ona görə gedirəm ki, oradakı baxdığımız bir xeyli xəstə baxmışıq Gəncədə və Mingəçevirdə. O insanların ən az yarısı heç bir şəkildə gəlib Bakıda bizim müayinəmizə düşə bilməyəcək insanlar idi. Getdik, biz onların ayağına getdik və nəyi qazandıq bilirsinizmi? 7 xəstə drilling əməliyyatı, lazımsız laparoskopiya, lazımsız stereoskopiya əməliyyatından qurtulmuş oldu. Bu bizim işimizin bu qədər həcmli işin bir diyetidir. Bizim açımızdan bir mənəvi bir ödəməsidir. Eyni zamanda bunları gördüyümüzdə də işimizi boşuna etmədiyimizi, yəni o yorğunluğu boşuna çəkmədiyimizi görürəm. Bir xeyli vaxtda sevinirəm. Düzdürmü?